Salam Ömər, hər vaxtın xeyir, xoş gəldin. Salam Ceyhun müəllim, hər vaxtınız xeyir. Necəsən, nə var, nə yox? Çox sağ olun müəllim, siz necəsiz? Sağ ol, yaxşı olasan. Bilirsən ki, mən təlim bitəndən sonra təlimi bitirən hər bir tələbə ilə podkast tipli video çəkirəm də. Yəni burada məqsəd odur ki, tələbə öz təlim haqqında keçdikləri, belə deyək, düşüncələrini paylaşsın ki, təlimdə ümumi vəziyyət necə idi, bu təlimi keçməyə dəyərdimi, yoxsa dəyməzmi? Mən burada insanları aldadırammı, insanlara xəyal mı satıram, yoxsa həqiqətən mən burada təlimimi keçirəm. Bu haqda istəyərdim ki, biraz öz düşüncələrimi paylaşasan. İlk öncə necə oldu ki, sən bu təlimi almağa qərar verdin? Bu haqda danışsan yaxşı olar. Tamam müəllim. Deməli, əvvəllər başqa bir strategiyalardan işləmişdim, amma bir nəticə görməmişdim. Hansı Sizin kanalda strategiyalarla məsələn? ICT və order flow-la işləmişdim. Uzun müddət ICT, qısa müddətdə order flow-dan işləmişdim. Gözəl bir nəticə əldə edə bilməmişdim. Sizin kanalda uzun müddətdən, yəni kanalda var idim də, belə deyim. Siz atdığınız, gündəlik xəbərlər və yaxud da tələbələrin atdığı əməliyyatların hamısını izləyirdim. Yəni uzun Eee, müddət idi də izləyirdim mənim Telegram kanalımı, düzdür? bəli, yəni, minimum 2 ay və 3 ay belə deyim, qrupda var idim. Aha. Qrupda, yəni zaten bir, mentorun güclü olmağını, onun qazancını yox da, aldığı tələbələrinin aldığı əməliyyatları görmək o mentorun necə güclü olduğunun sübutudur. Mən də, qrupda düz elə çox əməliyyat atmırdı, amma Ramo adlı bir qardaş var idi, indi əsl adını bilmirəm. Hə, O Ramin, o da əməli mənim tələbəm olub. Hə, o gündəlik əməliyyatlar atırdı. Yəni hər gün atmasa da bəzən gündə 10 dənə, bəzən, 2 gün sonra 5 dənə, 4 dənə hər hansı bir stopu da olanı var idi, tığbısı olan var idi. Demək istədiyim nədir burada? O əməliyyatlara baxdım. Yəni, çox xoşuma gəldi. İstərdim ki, o əməliyyatlar necə alınır və o əməliyyatlar özüm də almaq üçün dedim ki, universitetdə oxuyurdum da mən. Dedim ki, Aha. universitetim bitsin, bundan sonra bu müəllimin təliminə qoşulum və bundan əvvəl heç bir təlimlərdə olmamışam. Amma, belə bir şey deyərəm ki, təlimlərdə olmadan o insanların keçdikləri hamı tərəfindən istifadə olunan bir strategiya ilə bu strategiya tamam başqa bir şeydir. Yəni bu, tamam baxış bucağın dəyişir, bazara baxacağın bucağı dəyişir, bazarın, hara gedəcəyini, nə edəcəyini əvvəlcədən müəyyənləşdirməyə kömək edir. Bax, biz təlimi nə vaxt başladıq? 29-u başlamışdıq da səhv eləmirəmsə, iyunun, düzdürmü? Bəli, bəli, mənim 29-u Ortalama hardasa başlamışam. 21-22 gün çəkdi də, belə deyək. Müddətini Bəli, həftədə bəli. 3 dəfədir də. Bax, ilk başlayan Ömərlə, iyunun 29-u başlayan Ömərlə, indiki Ömər arasında nə qədər fərq var? Söhbət strateji cəhətdən deyirəm, yəni bilik cəhətdən deyirəm. Belə izah eləyim də, bundan əvvəl 5-6 ay, yəni təlimdən qoşulmamışdan əvvəl 5-6 ay əvvəl, özüm, sürü psixologiyası var idi, siz bir dəfə demişdiniz. Mən də o sürü psixologiyasına gedirdim. Guya YouTubedan öyrənməkdən, mentorsuz, yəni YouTubedan öyrənməyə yönəlmişdim. 5-6 ay ərzində o əziyyət çəkdiyimdə, yəni gündə onda da 5-6 saat gündə əziyyət çəkirdim, back test eləyirdim, nələrsə eləyirdim. 20 gün ərzində qoşulduğum təlim deyərdim ki, sizə ümumi 6 ayın, yox, ondan çox bəlkə də, 1 il ərzində o köhnə strategiyalarla işlədiyim təlimdən daha da üstün oldu. Hı hı. Yəni belə deyək də, bax belə daha doğrusu sual verim sənə. Sən özün tək qalsaydın, bax məndən bu təlimi keçməsəydin, bu bilgiləri nə qədər vaxtda öyrənə bilərdin səncə? Öyrənə bilməzdim. Yəni bu strategiyanı, inanmıram kimdəsə var, öyrənə bilməzdim. Bu çay kimi də uğurlu ola bilməzdim zaten. Yəni itira-itira lik ola-ola win rate-im olardı 30%, 40%, bəlkə də bundan da az. Yəni strategiya çox gözəldir, hamıya tövsiyə eləyirəm. Bəs Imm, səncə, yəni sənin fikrincə, öz şəxsi fikrincə, bu bəli. strategiya ilə ömrümün sonuna qədər trade eləyib minimum neçə win rate əldə eləmək olar? Yəni win rate nə qədər olar bu strategiya ilə? Neçə faizə qədər qaldırmaq olar belə deyək? Yəni, belə deyim də, bazarda səbirli olsaq, bu strategiyanı tam öyrənsəz, minimum 75-80%-dən yuxarı win rate əldə eləmək olar. Aha. Amma özün Ya bilirsən də biz bəli, tək yəni bir treyderin işi o deyil ancaq strategiya öyrənsin. Yəni tək başına strategiya bəli, da bir bəli, işə yaramır. Onun disiplini bəli, risk olmalıdır. menecment, Bundan qabaq risk menecment olmalıdır. Bax görürsən bəli, bəli, mən onu da başa saldım ki, düzgün risk menecment, yəni
kassa idarəsi necə olmalıdır? O da işin Bəli, ən kilit belə deyək nöqtələrindən biridir. Onun olmazsa olmaz da bir sözlə. bəli, bəli. Yəni düz deyə məsəl üçün bugünkü gündə əstəğfurullah biz heç bir kimsə səhv başa düşməsin, heç bir strategiyanı pisləmirik. İstənilən bir strategiya işləyir. Amma Bəli. aralarında indi trader özü qərar verir də filan strategiyanın işləmə belə deyim faizi nə qədərdir? Bizim məsələn strategiyanın işləmə faizi nə qədərdir? Yəni digər köhnə strategiyalarla müqayisədə necə dəyərləndirirsən? Köhnə Digər strategiyanın işləmə faizi nə qədərdir? Mənim sənə öyrətdiyim strategiyanın işləmə faizi nə qədər olar? Təbii ki, 100%lik bir şey yoxdur. Yəni zaten bunu hamımız bilirik də artıq. Yəni həyatda belə 100%lik heç nə yoxdur. Amma düzgün strategiya ilə, düzgün kassa idarəsi ilə, yəni burada ömrümüzün sonuna qədər qazanclı çıxa bilərik. Düzdürmü? Bu fikrimlə razısan bəli, mənim? bəli, bəli. Köhnə strategiyalardan dedikdə, adi mən işlədiklərimi misal çəkim. ICT və order flow-dan ən azı deyirəmsə də 4-5 qat daha yaxşı bir strategiyadır. Ən azı 4-5 dəfə çox. Bəs qiymət haqqında nə deyərdin? Ömər, bax bilirsən ki, mənə şəxsiyyət çox yazırlar da, qiymət bahadır, elədir. İndi sən azdan çoxdan Azərbaycanda təlim keçənlərin qiymətlərini bilirsən ki, kim hansı təlimi neçəyə keçir də. Bəli, Yəni bəli, onlara bəli. baxanda və onların hətta strategiyasına, ümumi sisteminə baxanda mənim keçdiyim, qoyduğum, təyin etdiyim qiymət bahadır yoxsa ucuzdur? Iıı, Hətta deyərdim ki, mənim qat-qat ucuzdur. Çünki, strategiya baxımından baxsaq və keçdiyiniz qiymət cəhətdən baxsaq, yəni, təlimin qiyməti və Azərbaycan bazarında bu təlimi keçmə qiymətlərinə baxsaz, bu qat-qat ucuz başa gəlir. Həm də qat-qat daha effektlidir. Aha, amma nə təəssüf ki, bəzi dostlarımız deyir ki, deyir bahadır. Deyirəm qardaş, Yox, bahadırsa sən get başqa təlimçilərlə maraqlan, qiymətini hə, sonra gəl. Mən zaten hamıya deyirəm ki, qardaş, mənim təlimimin qiymətini maraqlanmamışdan qabaq, sən get bir dənə ətrafda bax gör kim neçəyə gələr, sonra gəl mənim yanıma. Onda biləcəksən mən baha keçirəm yoxsa münasib keçirəm. Yəni həqiqətən mən elə yəni, bir qiymət qoymuşam ki, hə, yəni bundan sonra bunu bir 2 qat da qaldırsam yenə də münasibdir. Razısan bu fikrimdən? bu Yəni bu strategiya görə çox, yəni deyərdim ki, sizə bazarda gedib məsələn, eee, digərlərinə qat-qat qiymət tökdükcə, buna qoşulub daha gözəl nəticə əldə etmək olar. Amma bu strategiyanın qiyməti sizin qoyduğunuz qiymətə uyğun deyil. Yəni bunun qiyməti daha çox yuxarılardadır. Sadəcə insanlara bir fayda kimi qiyməti ucuz qoymusunuz, onda insanlar yararlanmaq istəmir. təbii ki, indi insanların öz fikridir, amma yenə də biz bu söhbətin üzərindən keçirik ki, yəni insanlar bilsin ki, həqiqətən də mənim qoyduğum təlimin qiyməti çox-çox münasibdir. Bəs Bəli. Ömər, bir şey də soruşmaq istəyirdim səndən. Bax, bəzi dostlarımız var ki, sual verirlər ki, bəs bu təlimi onlayn formada öyrənmək olmaz, ancaq gərək üzbəüz görüşəsən, ofisdə və yaxud da hər hansı bir yerdə öyrənmək lazımdır. Yəni bu fikirlə necə razısan, yoxsa ümumiyyətlə bu fikir haqqında düşüncələr necədir? Yəni bu işi məsəl üçün onlayn belə öyrənmək olmur ki, yəni mən öyrətmədim ki, sənə bunu onlayn. Neynir ki, Olur müəllim. Discordda canlını açıram, ekranı görürsən, mən ekranda nə görürəmsə hamısını onu görürsüz də. Düzdür? Yəni mümkündür də belə bir şey onlayn formada öyrənmək. Yəni məcburdur Yəni ki, bunu iminli ofis olsun. Yox, yəni bunu hər hansı bir ofisdə də keçsəniz, bu komitenin ekranını bizə paylaşacaqsınız və yaxud da biz sizin başınıza yığılacağıq. Orada, mausa idarə edib bizə göstərəcəksiniz. Bunu həmçinin də Discorddan və yaxud da onlayn formada göstərmək mümkündür. Nə fərqi var ki, ofis oldu, onlayn oldu. Hə, bunu mən nəyə görə deyirəm? Bəzi dostlarımız var ki, deyirlər, yox, biz belə onlayn öyrənə bilmirik. Yəni zaten necə deyim, yəni bu işi onlayn öyrənə bilməmək çox belə mənə qəribə gəlir. Həqiqətən çox qəribə gəlir ki, yəni görüş yolu ilə məsələn ofisdə də öyrətsəm mən həmin şeyləri deyəcəm, notebook göstərəcəm də, yəni fərqli bir şey eləməyəcəm ki. Yəni Təbii ki, belə yəni. deyim də, orada şərtdir ki, göz-gözə gələk biz. Mən deyəni sən Yox, yox, eşidirsən, sən deyəni mən eşidirəm. Ekranım gözünün yox. qabağında görürsən də nə iş görürəm. Bəli, bəli. Və Ömər, bax bu təlimi keçmək istəyən, tərəddüd edən dostlarımız var da, bilirsən ki, hələ də keçmək istəyirlər. Bax bu videoya qulaq asıb hələ də nəsə şübhələr oyanacaq da belə deyim. Yəni o dostlarımıza Bəli. nə demək istəyərdin? Yəni bütün ümumiyyətcə tradinglə maraqlanan insanlar hamısına tövsiyə eləyərəm. Tövsiyə eləmə səbəbim, mənim bura təlimə qoşulmamışdan qabaq mən özüm də tərəddüd eləyirdim. Yəni bu, bütün insanlarda baş verəcək bir hadisədir. Amma tərəddüd eləməyə heç bir ehtiyac yoxdur. Gərək duymuram.
insanlara da tövsiyə eləmirəm. Çünki çox gözəl bir strategiyadır. Yəni insanlar bilirsiniz çox aldanıb deyə hər şeydən qorxur, amma tərəddüd duymalıq bir şey yoxdur. Yəni Bəli, bəli. Elə məncə ən deyil. çox tərəddüdü də ona görə eləyirlər ki, bax, o da nəyə görədir? Azərbaycanda 10 dənə təlimçidən rahat 8-i Bəli, bilərək və ya bilməyərək insanlara doğru düzgün informasiya ötürmür. Düzgün bəli, strategiya ötürə öyrətmir. Düzgün risk menecment öyrətmir. Düzdürmü? Və məsəl üçün bəli, əksəriyyət insanlar da gedirlər, qoşulurlar 2 nəfər, 3 nəfər. Hə, görürlər əllərində bir heç nə yoxdur. Deyirlər elə hamısı elə bir-birinin tayıdır. Yəni çox təəssüf ki, bu düzgün düşüncə deyil. Yəni 5 barmağın bəli, 5-i də bir ola bilməz də. Amma çox bəli. təəssüf ki, Azərbaycanda bugünkü gündə bu sahədə çoxdur işini bilməyən insan. Və ona görə də insanlarda belə bir fikir formalaşır ki, əşi, mən getdim filan kəsin təlim keçdim, heç bir effekt yoxdur, elə o birisi elə bunun tayı olacaq da, nə olacaq ki? Yəni təəssüf ki, insanların 90% belə düşünür. Amma bu çox səhv bir düşüncədir. Bir nəfər pisdirsə, o demək deyil ondan sonrakı insan da pisdir. Yəni mən ona görə Bu həmişə deyirəm ki, dostlarımıza, dostlar, fərqi yoxdur, mən olum, başqası olsun. Gedib kimdənsə təlim keçməmişdən qabaq birinci növbədə o insanın nəticəsini araşdır. Və çox təəssüf olsun ki, sən də yəqin ki, bu fikrimlə razılaşarsan da, mən bunu deyəndə ki, gedin araşdırın həmin insanın nəticəsini. İnsanlar gəlirlər o insanın pulunu, həmin o müəllimin neçə dollar pul qazanır, onu araşdırırlar ki, hə, bu yaxşı pullar qazanırsa, demək bu işi biləndir və həmçinin mənə də öyrədə bilər. Yəni bu fikirlə razısan sən? yox, yəni bilirsiniz, mentorun güclü olmağını, onun qazandığı pullar və yaxud da o mentorun güclü olmağını, onun tələbələrin fon hesabını keçmələri və yaxud da fondan çıxarış eləmələri bunun sübutu deyil təbii ki. O biz bilmirik nə qədər risk eləyib. Bəlkə o 30% risk eləyib, nə qədərsə çıxarış eləyir falan filan. Yəni Hətta hesabın mentor demo olmağı da ola bilər, düzdürmü? Yəni hətta texnologiyada bəli, biz ən böyük danışırıq da, aç süni intellektdə 2 dəqiqə sənə profitləri qəşəng düzəltsin, heç adamın ruhu da inciməz. yəni demo olmasa belə oradakı mənfini müsbət eləmək süni intellektin əlində bəlkə də bir neçə dəqiqə vaxt alar ya da almaz. Amma mən məsəl üçün neynəmişəm Ömər? Mən bu Yəni uzun müddətdir izləyirsən də kanalı. Bax görsən mən bəli, bəli. Qızılda verdiyim proqnoz olub, hamısı da qalır datalar Telegram kanalında. Var, Düzdürmü? bəli, Qızılda bəli. verdiyim proqnoz olub, nə Bitcoin-də verdiyim, neftdə verdiyim yadındadır da neftin. Mənim, bu təlimə qoşulmaqda, onlar da, yəni diqqətimi çəkdi. Məni bu təlimə qoşulmaq üçün belə şövq elədi deyim də. Qızılda, Bitcoin-də, bir də, neftdə bir şey vermişdiniz ki, uzun Proqnoz müddətli də, vermişdim, yəni bəli. proqnoz vermişdiniz ki, uzun müddətdə məsələn bu hadisə baş verəcəkdir və o hadisələri, mən hər gün qrupa girib baxırdım. Bir neçə həftədən sonra girdim neftə baxdım, gördüm ki, bəli, üzü aşağı gedir də, yəni hərəkətə başlayıb. Və hətta gördüm ki, siz deyən nöqtəyə uca çatdı. Yəni 65-70 demişdiniz, hətta o nöqtəyə çatdı. Yəni ondan sonra daha da belə şey oldum da, istər-istəməz ki, yəni bir mentorun güclü olmağı onun yenə dediyim kimi qazancları falan deyil. O nə qədər manipulyasiya eləmək olur, süni intellektdən dəyişmək olur. Biz onun hesabına girib baxa bilmirik ki, bu demodur, bu orijinal səhifədir və sairə kimi şeylər. Amma mentorun güclülüyü məsələn tələbəsinə öyrətdiyi strategiyanın daha çox işlənmə faizi olmasıdır, daha çox win rate olmasıdır. Bazara əsasən də başqa baxış bucağı ilə baxırıq da, belə deyim, bu strategiya sayəsində. Deməli, mənim yadımdadır ki, sən bir dəfə əməliyyat açdın bir gündə. 9 əməliyyat açmışdın, 9-u da TP idi, düzdür? Hətta 9-u bitirməmişdim. Axşama kimi açmışdım, amma kriptolar açırdım. İçərisində lab var idi, Solonium var idi. Hə, Hamısını opsiyon. atmamışdım qrupa. Onu 16 əməliyyat eləmişdim. Bir dənə stopum var idi. Orada tələskənlik eləmişdim. O da olmaya bilərdi. Yəni 16-sından 15-i gəlmişdi belə deyim ki. Yəni Win indi biz rate. belə danışırıq. Bax 16 əməliyyat açmısan, həmin gün 15-i TP Hə, olub, biri stopda. Yəni bu az qala 95% win rate deməkdir həmin gün üçün. hə. Amma mən inanıram ki, çox təəssüf ki, bizim bu dediyimizə də belə inanmayan insanlar olacaq ki, nə danışırsan da 16 əməliyyat sonrası 15 dənə TP nə deməkdir? Düzdürmü? Nə Bəlkə indi qınamıram mən o insanları. Bəlkə də sən də hə, qıraqdan eşitdin, adamı biraz vahiməli. Vahiməli, yəni belə qəribə gəlir ki, o necə ola bilər? 16 əməliyyatdan cəmi bir dənəsi stop 15 dəqiqə. Bu necə mümkündür? Amma tam reallıqla danışaq da, göydə Allah, yerdə biz. Düzdürmü? Yəni bu mümkündür də. bəli, Yüksək win rate-ə gedib çıxmaq olur da bu strategiya ilə. Yəni bəli, biz tamamilə baxırıq harda lonqlamaq lazımdır. Yəni deyirlər bəzi treyderlər var deyirlər ki, düşünürəm ki, burdan dönə bilər.
Yəni, Yox, amma biz hə. nə bilirik, dönmədiyi müddətcə qiymətin sən bilə bilmərsən o hardan dönəcək. Hə, dönəndən sonra biz bilirik strategiyamızın ki, aha, burada indi spoiler vermək istəmirəm də başa düşsən də nə demək istəyirəm. Burada hə, bunlar Bəli, gəlirsə, bunlar olursa, hə, demək ki, market döndü və oradan da bilirsən hara qədər shortlaya bilərsən, hara qədər longlaya bilərsən. Düzdürmü? bəli, bəli, Yəni indi açıq danışaq da, sən açırsan qrafiki qabağına qoyursan, bilirsən ki, nə var, nə yox. Marketi oxuya bilirsən. bəli. Amma bu Mən tə konkret bəli. Amma bu təlimi keçməmişdən qabaq belə bir düşüncədə var idim, belə bir bilirdim market qiymət hara getmək istəyir, hardan qayıda bilər, hardan düşə bilər. Yox, yox, yəni ICT ilə məşğul olduğum zamanlarda o indi ICT ilə məşğul olanlar, bu videoya baxanlar bilmiş olardı. O böyük şamlar var da məsələn, onları biz deyirik Momentumlu, ki, ICT. Hə, hə. PVG-li, Eee momentumlu, nə bilim Hə, hə, inbalansda deyirlər. momentumlu. Hə, çox böyük, iri həcmli şamlarda, ay, nə bilim, trendə düşdük, xəbər çıxdı falan filan. Amma bu strategiyanı bax çox demirəm ha, 2 gün, 2-cə gün 2 təlim dərsi keçdikdən sonra gördüm ki, tamam, hə, yəni o iri həcmli şamların yaranma səbəbləri niyədir? Bu şamlar niyə belə yarandı? Biz deyirdik ki, tərs trendə düşdük. Bu iri həcmli şam niyə yarandı? Xəbər, nə bilim, belə oldu falan. Təlimin 2 dərsini keçəndən sonra onların çoxunu anlamış oldum. Hətta xəbər vaxtı biz görmüsən də elə səninlə bir yerdə də əməliyyat açmışdıq, Bəli, bəli, fərqli-fərqli, bəli, bir-birimizə xəbərsiz. Görsən, yəni bəli. strategiyanı düzgün otuzdurduqdan sonra bax düzgün. Hətta xəbərin də əksərin yönünü tutmaq olur. Yəni bu Razısan bu mənim, fikrimdən mənim? datamda var. Yəni, eee, qızılda idi, yəni, qabaq bir həftə olardı əvvəl. Xəbər çıxan vaxtı zaten bizim strategiyamız deyirdi ki, məsəl üçün uzu yuxarı gedəcək. Xəbər də çıxdığı zaman elə oldu. 1 Elə dəqiqə xəbər də içərisində bizim strategiya yönündə getdi, düzdürmü? yönündə getdi, bəli. Yəni, bəzən, xəbərdən qabaq xəbərin hara gedəcəyini bilmək, şansım yaranır bu strategiya vasitəsilə. Bəli. Amma hər şey bir yana, Ömər, hər şey bir yana. Təbii ki, bu uğura, bu nəticələrə, gözəl nəticələrə belə deyək, gedib çatmaq üçün biz neynəməliyik? Bəli, Biz öz üzərimizə çalışmalıyıq, biz praktika eləməliyik. Yəni, bəli, sən bugünkü günə praktika eləməsəydin, sən az qala gün ərzində 5 saat, 6 saat praktika eləyirdin də rahat. Minimum 5 saat, 6 saat mən gördüm də sən qrafik qarşısında otururdun. Ona görə sən məsələn bugünkü gündə bu nəticəyi əldə eləmisən. Yoxsa sən gün ərzində 15 dəqiqə, uzağı yarım saat məşğul olsaydın, maraqlanmasaydın, təbii ki, bu nəticəyə gəlib çıxa bilməzsən, düzdürmü? Yəni bəli, mən bəli. Yəni həmişə deyirəm əziyyət də, 15 dəqiqə öz üzərində çalışan insanla 3 saat öz üzərində çalışan insanın nəticəsi eyni ola bilməz axı. Nə qədər çox əziyyət təbii ki, çəkərsən, nə qədər öz üzərində işləyərsən, nə qədər əzmkar olarsan, bir o qədər Allah da insanın əziyyətini yerdə qoymur. Yəni həqiqətən də özün də görürsən. Yəni mən heç nə demirəm. bəli, Yəni elədir. bugünkü gündə sən hətta çox gözəl nəticələr əldə eləyirsən, amma bu nəticələr elə havadan sudan gəlməyib ki. Əziyyət çəkirsən, öyrənirsən, praktika eləyirsən. Yəni konkret olaraq nə düşünürsən bu strategiya üzərində əziyyət çəkən insanın əziyyəti yerdə qala bilərmi? Yox, yəni mən, bunun üzərində çox əziyyət çəkmişəm. Elə günüm olub 3 saat, elə günüm olub hətta 6, 7 və 8 saat məşğul olmuşam. Əziyyətimin yerdə qalmadığını hal-hazırda təlim bitibdir, 20-22 gün ərzində görürəm ki, indidən əziyyətim yerdə qalmır. Zaten Allah insanın əziyyətini yerdə saxlamaz. Yəni 20 gün ərzində bu nəticəni əldə eləmişəmsə, inşallah daha getdikcə, daha yaxşı şeylər, daha özümdən yeni şeylər kəşf eləyəcəm və daha uğurlu olacağam. Yəni əziyyət çəkən hər bir tələbə təbii ki, axırda uğura çatasıdır. İnşallah. Amma bəzi dostlarımız var ki, deyirlər ki, 20-25 günə şey olar. Axı biz gedib maraqlanmışıq başqa təlimlərdə 3 ay, 4 ay, nə bilim 5 ay, 6 ay məşğul olurlar. Yəni bu haqqda nə demək istəyərdin? O sadəcə insanların vaxtını almaq və aylıqlarda insanlardan pul götürmək və bu çox böyük bir illüziyadır. Yəni 6 ay burada məşğul olası nə var ki? Yəni 6 ay, məsələn deyirəm, sizin strategiyada 6 aylıq, yəni heç bir şey yoxdur. Ola bilər siz bunu uzada bilərdiniz, amma indi insanlıq deyilən bir şey var da. Bunu uzatmanın da bir mənası yoxdur. Bunu hara kimi uzadarsan ki? Bu strategiyanı zaten verirsən, tələbə öyrənirsə, bəlkə test eləyirsə zaten uğurlu olasıdır. Bunu 6 ay, 1 il, 3 ay, 2 ay uzatmanın bir mənası qalmır. Yəni 20-25 günə gəlib yaxşı nəticələrə çıxmaq olur da, düzdürmü? Yəni ehtiyac yoxdur da Təbii. bunu bir o qədər uzatmağa. Yox, yox, yəni zaten təlim başlayandan 22 gündür, bu gün. Demək olar ki, mən uğurun 30%-nə, 20%-nə öz
baxış açımdan deyirəm, çatıram yavaş-yavaş. Maşallah olsun. Heç nə Ömər, çox sağ ol. Sənin də vaxtını ayırdım. Yəni sonda bir kəlmə ilə bu təlimi keçmək istəyən, amma tərəddüd edən insanlara nə demək istəyərdin öz təcrübəyə əsasən? Təcrübəmə əsasən deyərdim ki, müəllim, yəni hamıya tövsiyə eləyirəm bu təlimi. Yəni belə deyim də, eee atdığım əməliyyatlar zaten qrupda vardı. Qrupda olmayan insanlara da uyğun deyirəm ki, hamıya tövsiyə eləyirəm. Çünki çox gözəl bir strategiyadır. Bazara baxış açını tamam dəyişilir. Özüm də tərəddüd eləmişəm, amma yəni tərəddüd eləməyə heç bir şeyə ehtiyac duymuram burada kimlərəsə və çox məsləhət görərdim ki, bu təlimə qoşulsunlar. Oldu Ömər, çox sağ ol. Təşəkkür edirəm vaxtını ayırdın, öz səmimi fikirlərini bizlə paylaşdın. Bundan sonraki Buyurun. əməliyyatlarında sənə uğurlar arzu eləyirəm. Yəni bizim də Çox baxmayaraq ki, təlim bitib, amma bizim burada demişəm də hər sual-cavab bölümü açıq qalır burada. Təlim bitəndən sonra da hər hansı bir tələbənin nəsə sözü, sualı olanda burada sual-cavab kanalında bir ömür boyu verə bilər mənə. Mən də indi vaxt olduqca girib cavablayacağam. tamam müəllim. Çox sağ olun. Oldu, Allah çox razı sağ ol olsun. Ömər. Vaxtını aldın. Təşəkkür edirəm sənə. Buyurun müəllim. Çox sağ